Tofiqin günahkar olması günahkar değil. Onu nahak yerden tuttuğumuz için. Ona göre İnceoğlu adından danışırım, İnceoğlu halkı adından danışırım ki elə bir oğlanı, elə bir insanı hansı ki tələbkardır, hansı ki doğru yolla gedir, doğrudan doğruya yaxşı yol seçiyor için onu həbs eləməyiniz çox nahaqdır. Uşaqlığımız bir yerdə keçib. Tofiq məndən 3-4 yaş balacıydı. Böyüklər oynayanda da həmişə deyir, Tofiq nə qədər kiçik olsa deyir, Tofiq hakim olur. Çünki Tofiqdə düzgünlük o vaxtda formalaşır. Düzgün hərəkət, düzgün söz o vaxtda formalaşır. Tofiq bəy indi bu saat Azərbaycanda siyasi tutsaç kimi içəridədir. Biz çox təəssüflənirik ki, o günahsız olduğuna görə bizim çox vicdan əzabı çəkirik. Biz çalışırıq ki, həmişə onun adını yüksəldək, onu harada bir diyalog olanda onun adı çəkilməsini istəyirik. Allah onun qapısını açıq eləsin. O yazığın atası anası öldü, onun anası elə gündən öldü, gözləri işdə qalmışdı ki. Ay gələn Tofiqdirmi, kimdir gələn Tofiqdirmi? Onun nahaq yana sıçrıyor ise qoyublar. Onun çox nahaq sıçı yoxdur. Düzgün uşaqdır, düzgün tərəfdarıdır. Tofiq bəy bu kənddə doğulub, bu kənddə böyüyüb və biz də fəxr edirik ki, belə bir balaca kənddə elə bir böyük ürəkli insan dünyaya gəlib. Tofiq bəyə azadlıq tələb edirik. Azadlıq Tofiq bəyin haqqıdır. Azadlığını əlindən alıblar, şərləyərək Azərbaycan xalqından susmamağı tələb edirik. Bizim üçün ən dəyərli adamdır. Yəni Tofiqi tanıyanlar hamı bilir ki, Tofiq nətər oğlandır. Tofiq heç kəsə mənə elə gəlir ki, pisliyi dəymir. Tofiq ancaq xalq üçün çalışan oğlandır. İstər kənddə gəlsin, kənddə, istər orada. Həmişə istəyər ki, cəmaət üçün, xalq üçün çalışsın, xalq üçün dəyəri nəsə eləsin. İndi Allah yuxarıdakılara da insaf versin. Yuxarıda oturanlar da biraz onu nəzərə alsınlar gərək. Onun kimi yüzlərlə, minlərlə insan olsa, oğlanlar olsa, hər halda hər şey doğrudan doğru yoluna düzələr, hər şey doğrudan da öz yolundan gedər. Nətərdim, Azadlığın əsl insanı budur, Tofiqdir. Tofiq kimi neçə oğlanlar istəyir ki, həmişə tələbkar olsun, həmişə düz yolla, cəmaatı düz yoldan aparanlardan olsun. Bu, eləncə olanlardandır. Yenə deyirəm, onu günahsız yerə saxlamanız nahaqdır. Mən başa düşə bilmirəm, bunun hökumətə nə pisliyi olubdu, vallahi heç cürə beynimə yerləşdirə bilmirəm ki, bu qədər yaxşı, savadlı, mədəni bir insanın nə pisliyi olubdu, bu niyə belə bu günlərdədir, onu mən beynimə sığışdıra bilmirəm. Azərbaycan xalqı çox yaxşı bilir ki, Tofiq bəy məhz xalqı üçün şərlənir. Hamı da bilir, bütün İnceoğlu kəndi yox, bütün Borçalı mahalı bilir ki, onu şəhərlik həbs edir. Hamımız narahatıq, onun səhət üçün, onun sağlamlığı üçün. Onun elə yaşda öldük, bu uzun müddətli arzıq elənir. Onun da müəyyən həyatı var, müəyyən vaxtdan sonra o görünməz prosesə çevrilə bilər. O sağlamlığını itilə bilər. Bəlkə əksxanada sağ çıxa bilmir. Amma Tofiqi öz yolundan döndərmək qeyri-mümkündür. Xalq çeriyir, susur xalq. Susur əmək, nahaq susur. Tofiqə kömək eləsinlər, nahaq susur. Azərbaycan xalqının əlindədir hər şey. Azərbaycan xalqı istəsə Tofiq bəyi azad elətdirə bilər, susmaya bilər. Çünki Tofiq bəy bütün ömrünü onlara həsr eləyib. Tofiq bəy milli qəhrəmandır, müharibədə iştirak eləyib könüllü olaraq. Tofiq bəyin oğlu da müharibədə iştirak eləyib. Hamı bilir ki, Tofiq bəy istəsə, istənilən vəzifədə verilə bilər ona, istənilən məbləğdə verilə bilər, istənilən ölkədə də yaşaya bilər, azad, pul içində, nə bilim, var dövlət içində. Amma Tofiq bəy ömrünü öz xalqına həsr eləyib. Ona görə də xalq da susmamalıdır. Biz tələb edirik ki, İnceoğlu xalqı adından necə bir əmisi, dayısı, xalası, bibisi, hamısı burada yaşayır. Bunlar tələb edir ki, onu günahsız tuttuğumuz üçün
onu mütləq azad eləməlisiniz. Haqlı söz demək qadağan deyil ki, o haqqı deyək. Və Tofiqin deyirəm, sağlamlığı üçün biz çox narahatıq, tələb edirik ki, onu azad eləsinlər, azad və azad eləsinlər. Qoy ona şey eləsinlər, buraxsınlar. Biz istəyirik ki, o buraxılsın. O bizim göz bəbəyimizdir, bizim ürəyimizdir. Tofiq bəyə azadlıq tələb edirik. Tofiq bəylə fəxr edirik. Biz çox fəxr edirik ki, bir balaca kənddə elə bir böyük insan doğulub. Həqiqətən də Tofiq bəy bir demokratiya simvoludur, bir ikonadır. Və azadlıq Tofiq bəyin haqqıdır. Tofiq bəyə azadlıq tələb edirik. Tofiq bəyə azadlıq, Tofiq bəyə azadlıq, Tofiq bəyə azadlıq.